Bəli, daha bir məmnun pasiyentimizlə sizi tanış edirəm. Bizim gözəl Göyçə Nurəngiz xanım bizə Kürdəmir rayonuna müraciət eləmişdi. Hansı şikayətlərdən özündən alaq? Nə idi şikayətləriniz? Sidik sallanması var idi, şahlı sallanması var idi. Aha. İndi mənə deyin görüm, əməliyyatdan sonra bu şikayətləriniz bitdimi? Hə, bitti. Yoxdur, şükür Allaha, bizdən razı qalmışsan Nurəngiz xanım. Yaxşısınız. Bir də buradan pasiyentlər var ki, hansı ki çox qorxurlar əməliyyatdan sonra dəhşətli ağrılar olur, oturmaq olmur. Baxın, sərbəst oturdu Nurəngiz xanım. Necəsiz? Yaxşı oldu. Oturmaq sərbəst idi. Bir həftə dedi, yarım oturaq vəziyyətdə oturun. Çünki aralığı sizə bərpa eləmişdik. Ondan sonra bir belə məhdudiyyətlərimiz olmadı. Çünki bəzi pasiyentlər bizə müraciət edir, deyir ki, biz aylarla otura bilmədik, belə ağrılar olur. Ancaq görürsünüz, biz sizə həmişə pasiyentlərimizi ona görə təqdim edirik ki, görəsiniz ki, hər həkimdə bu problemlər olmur. Hər zaman canınız sağ olsun, bir də bir probleminiz olmasın. Amin.